Aha. Deməli, bizim bugün danışacağımız mövzu olacaq əvəzlik. Əvəzlik əsas nitq hissəsidir və adı üstündə də əvəzlik. Bu əsas nitq hissələrini əvəz eləyir. Bəzən uşaqlar cümləyə fikir vermir. Yazır ki, əvəzlik nitq hissələrini əvəz eləyir. Uşaq da deyir ki, düz deyir də, adı üstündə də əvəzlik. Amma nitq hissələrini yox da, əsas nitq hissələrini. Əvəzlik bütün nitq hissələrini əvəz eləyə bilməz. Əvəzlik durub nidanı əvəz eləyə bilməz. Həmin qoşmanı əvəz eləyə bilməz. Ona görə bu ifadənin dəqiqliyinə fikir verirsiniz. Sonra əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yox. Uşaqlar, qrammatik məna demirəm, ümumi qrammatik məna deyirəm. Qrammatik məna hamısında var. Köməkçidə də, əsasda da, hətta şəkilçilərdə də. Bu ümumi qrammatik məna nə deməkdir bəs müəllim? Biz deyirik ki, isim ümumi qrammatik mənasına görə əşyanın adını bildirir. Və yaxud da sifət ümumi qrammatik mənasına görə əşyanın əlamət və keyfiyyətini bildirir. Say, miqdar, sıra bildirir, amma əvəzliklə bağlı net belə bir fikir deyə bilmərik. Sonra əvəzliyin özünə məxsus qrammatik şəkilçisi yoxdur. Özünə məxsus qrammatik şəkilçisi yoxdur. Ümumiyyətlə, özünə məxsus qrammatik şəkilçisi olan bir isimdir. Cəm, mənsubiyyət, hal, xəbərlik şəkilçiləridir. Cəm, hal, cəm, mənsubiyyət, hal, xəbərlik. 4 dənədir. Hətta zarafatla uşaqlara belə öyrədirdikdə cəmin mənsubiyyətin halından xəbəri yoxdur. Cəm, mənsubiyyət, hal, xəbərlik, ardıcıllıq da, sözə artırılma ardıcıllığı da məhz belə idi. Hə, bir də sifətdə dərəcə şəkilçiləri ki var ki, o sifətin şəkilçiləridir. Yəni, sifətə aid olan, ona məxsus olan qrammatik şəkilçidir. Bir də feildə ona məxsus olan qrammatik şəkilçilər görəcəksiniz. İnkar şəkilçisidir, zaman şəkilçiləridir, hansı ki, feilin şəkillərində var. Feilin bütün şəkilləri əmr, xəbər, arzu, vacib, lazım, şərt ki, bunlara deyirlər təsriflənən feillər. Bir də təsriflənməyən feillər var. Məstər, feili, sifət, feili bağlama. Bunlar da feil olduğu üçün ona məxsus olan şəkilçilərdir. Digər nitq hissələrində, məsələn, sayın özünə məxsus şəkilçisi yoxdur. Əvəzlik həmçinin. Məsələn, zərfdə də ona məxsus olan qrammatik şəkilçi görmədiniz. Digər say müəllim orada mənsubiyyət gördük, nə bilim, cəm gördük, hal gördük. Düzdür, bu şəkilçilər zərfin üzərində ola bilər, amma bu o demək deyil ki, həmin şəkilçilər zərfindir. Məsələn, mən qələmimi verirəm Ömərə, bir gün işlədir, amma bu o demək deyil, həmin qələmi yiyəsi Ömər. Yəni, istifadə eləmək hələ onun yiyəsi olmaq demək deyil. Məsələn, mən maşınımı 5 günlük verirəm dostuma. O demək deyil, axı, maşın mənim dostumdur. Bu da belə. Sonra, əvəzli bütün əsas nitq hissələrini əvəz eləyə bilir. Və təbii ki, müxtəlif cümlə üzvləri də ola bilir. Əvəzlikdə düzəltmə məsələsində biraz xoşbəxtsiniz. Çünki burada qeyri-məna əvəzlikdə biri var. Sonra burada kimsədə sasə var. Bunlar ayrı yazılsa, kim isə, nə isə bu mürəkkəbdir. Amma kimsə, nəsə düzəltmədir. Sonra hərə bir söz deyir. Burada leksik şəkilçidir. Haralı sözü burada əvəzlikdir. Avtomatik buradan təzə bir şey öyrəndik. Aha, Səfinallı isimdə olduğu kimi Bakılı, Şəkili, Şəhərli soyadlarda var idi. Məsələn, Məmmədli. Sifətdə var idi savadlı, qabiliyyətli, tərbiyəli. Sayda var idi çoxlu. Aha, deməli, bu şəkilçidən əvəzlikdə də istifadə olunur. Haralı. Aha. Sonra sayla bağlı yadınıza gəlirsə, biz demişdik ki, sayın sualı say deyil. Burada öncü şəkilçini görüb deməyəsiniz ki, ay müəllim, mən sıra sayı tapmışam. Özdə düzəltmə sıra sayı tapmışam. Deməyəsiniz uşaqlar. Neçənci sözü sayın sualı olduğu üçün say yox, sual əvəzliyi. Sonra gəlirik burada əvəzliyin məna növlərinə. Mən çox danışmayacağam. Sırf testi məqamlara toxunacağam. Şəxs əvəzliyi kimdən sualına cavab verir? Hara sualına cavab vermir. Müəllim, heç cür mümkündür buna hara sualını vermək. Bu bilirsiniz nə vaxt mümkündür? Biz, siz, onlar əvəzliyi ismin 3 halında, yönlü, yerli və çıxışlıq hallarında olanda hara sualına əslində cavab verir. Məsələn, bizə gedirik, haraya gedirik. Sizə gəlirik, hara gəlirik. Onlarda qalacam, harada qalacam. Amma belə ümumi halda kim nə sualına cavab versə də hara sualına cavab verə bilmir. Sonra şəxs əvəzliklərində mən, sən və bunların cəmi, yəni biz, əsasən insan anlayışı bildirir. Müəllim, niyə əsasən? Yəni, görəsən bunun istisnası varmı? Aranızda 3-cü qrup varsa, ədəbiyyat oxuyanlar bilir. Bəzi əsərlər var, xüsusən təmsillərdə bu özünü göstərir ki, allegorik əsərlərdir. Orada insan olmayan varlıqlar, heyvanlar, bəzən bitkilər, cansızlar obraz səviyyəsinə qaldırılır və
Məsələn, hansısa bir əsərdə deyək ki, məsələn, keçi ağaca deyir ki, sən get. Məsələn deyirəm də, keçi ağaca deyə bilməz sən get. Yəni obraz səviyyəsinə qaldırılır. Allegorik əsərlərdə belə bir şey mümkündür ki, mən gəlirəm, sən də gəl. Belə olan halda burada mən, sən və yaxud da günahkar odur və yaxud da günahkar mən deyiləm odur. Görəcəksiniz ki, heyvan heyvana deyir ki, sən günahkarsan, mən deyiləm. Belə olan halda bu əsasən istisnası gəlir çıxır. Bu dediklərim yalnız üçüncü qruplara aiddir. Digərləri belə yadda saxlamasa da olar. Sonra o deyəndə bu ingilis və rus dillərindəki kimi deyil. Azərbaycan dilində qadın cinsi fərqli. Bizdə belə şey yoxdur. Bizdə nəyə gəldi o deyirlər. İnsana da, qadına da, kişiyə də, üzr istəyirəm, heyvana da, cansıza da. Bu belə. Sonra mən və biz əvəzliklərinin üzərindəki im şəkilçiləri yiyəlik hal şəkilçisidir. Mənsubiyyət deyil. Mənim və bizim sözlərdəki imlər mənsubiyyət deyil. Bir mənalı olaraq qulağınızda necə deyirlər, sırğa eləyin ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Heç bir halda sənin, mənim və yaxud da digər sözün üstündəki mənsubiyyət şəkilçisi kimi şübhələndiyiniz sözləri əsla və əsla mənsubiyyət götürməyin. Çünki şəxs əvəzlikləri nəyinsə yiyəsi ola bilər, mənsub ola bilməz. Bir halda bu, bizdə burada üçüncü qrup bir nəfərdir də, bir dənə Ömərdir. Ömər üçün deyirəm ki, bir halda ola bilər şəxs əvəzliyi mənsubiyyət şəkilçisi qəbul eləyir. O da mən sözüdür. Bunu da ona görə demirəm. Testlərdə düşmə ehtimalı azdır. Bloka düşmə ehtimalı var. O da çox azdır. Orada burada deyərsən ki, mənə deyiblər, bilirəm. Bilirsiniz, siz də deyin. Belə lovğalanarsan özün üçün ki, mən təzə bir şey tapmışam. Deməli, şəxs əvəzliyi mənsubiyyət qəbul edir. Məni, yəni onun daxili aləmi mənasında, onun məni bu qoymadı bu addımı atmağa, yəni onun daxili aləmi mənasında. Yalnız bu halda bir dənə sözdür ki, şəxs əvəzliyi mənsubiyyətə görə dəyişir. Amma belə siz... Bir dənə təkrar deyə bilərsiniz, deyəsən uzaqlaşdı, səsiniz qırıldı. Onun məni, yəni qüruru mənasında, daxili aləmi, mənliyi mənasında deyirlər ki, onun məni qoymadı bu addımı atmağa. Onun məni, yəni dünyası mənasında. Əla. Sonra, kimlik sözü əvəzlik deyil, isimdir, kimsəsiz sifətdir. Sonra, bu cür sözlərə fikir verərsiniz də, yəni bunlar kökünə baxıb, sonra biz sözü baxmaq lazımdır, amonim sözlərdir. Bu cümlədə həqiqətənmi əvəzlik mənasında bizdir, bəlkə iynə mənasında. Sonra, o şəxs əvəzliyi olduğu kimi işarə əvəzliyi də ola bilər. Yəni, necə ayırırıq? Heç nə. Şəxs əvəzləri ismi əvəz edir, işarə əvəzliyi sifəti əvəz edir. Demək ki, ismin sualını veririksə və yaxud da oraya ismi təzədən bərpa ediriksə, şəxs əvəzliyidir. Digər hallarda sifətin sualına cavab verirsə, işarə əvəzliyidir. Məsələn, o mənim qardaşımdır. Kim? O şəxs əvəzliyidir. O qələmi istəyirəm, hansı qələmi istəyirəm? Demək ki, işarə əvəzliyidir. Sonra, bu dandənin nandan kimi deyilməsi proqramdan çıxarıldığı üçün dərinə getmirəm. Sonra deyir, bəzən hörmət formasında bu ərizələrdə falan bəlkə görmüşsünüz, yazıb sizə bildirmək istəyirəm ki, onu böyük yazırlar. Bu hörmət əlamətidir. Bəzən tək bir insana siz deyə bilirik. Başqa şəxs əvəzlərində belə bir qeyri-adi bir şey yoxdur. Hallana bilir, bəli, mənsubiyyət qəbul edilmir, düzdür. Bir dənə də bir şey deyim sizə, uşaqlar, yadımıza gəlsə biz belə bir şey demişdik ki, söz yaradıcılığının 3 yolu var. Yəni biz yeni sözü 3 yolla yarada bilirik. Bunun biri leksik yol idi ki, amonimlərin hesabına bu yaranırdı. Biri morfoloji yol idi, şəkilsələrin hesabına yaranırdı. Bir də sintaktik yol idi ki, mürəkkəb sözlərin yaranışı məhz bu yolla baş verirdi. İndi sizdən əslində belə bir sual gəlməli idi ki, müəllim, mən olur biz, sən olur siz. Başa düşdüm, onun üstünə larlar artırdım, onda onlar. Yaxşı, bu mənim cəmi bizdir də, düzdür. Biz əvəzliyini cəmdə götürməyimiz düzdür. Çünki birinci şəxsin cəmi. Sən də olur siz. Yaxşı, bu təkin cəmə keçməsi necə olur? Yəni, bu əvəzlik necə cəmlənir? Yəni, biz əvəzliyi necə cəmlənir? Yəni, mən necə biz olur? Bu yaranışa bir ad qoymaq lazımdır da, düzdürmü? Ona görə biz deyirik ki, bu yaranışın adı adlanır leksik yol. Yəni, biz əvəzliyi necə oldu, yarandı? Yəni, bu nətər yarandı? Buna bir şəkilçi artırmadıq, bir şey eləmədik. Bu yaranışa bir ad qoymaq lazımdır. Bu söz yaradıcılığıdır, təzə söz yaranır. Bunun adı adlanır leksik yolla söz yaradıcılığı. Bu, bəzi kitablarda qeyd olunur, bəzilərində isə edilmir.
Sonra işarə əvəzlikləri o, bu, elə, belə, həmin, həmən. Burada o əvəzliyi problemidir. Bir də elə, belə əvəzliyi problemi. Uşaqlar, onu başa düşdük, bayaqlar dedik. Elə, belə sözünü götürür, ismin qabağında işlədir. Məsələn, o elə insandır, belə insandır. Uşaqlar çaşırlar, buna sifət deyirlər. Uşaqlar, bu sifəti əvəz eləyib. Məsələn, Ömər mehriban oğlandır. Mehriban sözü sifətdir. Onu çıxarıram cümlədən, deyirəm elə oğlandır. Burada elə beləyə nədir ismin qabağında gəlib deyənə sifət deməyin. Sifəti əvəz edin. Hər bir halda işarə əvəzdir. Və yaxud da mən belə danışıram. Buradakı danışıram feilinin qabağında olan beləni görən uşaqlar elə bilirlər ki, bu tərz hərəkət zərfidir. Uşaqlar, bu zərf deyil. Yenə də işarə əvəzdir. Yaxşımı? Başqa burada belə bir qeyrə. Bir də elə belə sözlərə ədat ola bilər. Suala cavab vermir, qüvvətləndirir. Məsələn, mən belə sən deyəni başa düşmədim. Elə mən də sənə zəng vururdum. Bu sözlərdəki elələr ədatdır. Sonra elə feil ola bilər, etmək, eləmək mənasında. Elə sözü el-oba mənasında yönlük halda ola bilər. Elə qayıdıram, yəni elmə qayıdıram. Sonra belə sözü yönlük halda olan isim ola bilər. Həm lapatka pel mənasında belə 5 manat verdi. Bir də beldə insanın beli, onurğası, necə başa düşürsünüz. O mənada ola bilər. Sonra işarə əvəzliklərində başqa bir şey yoxdur burada. Bir dənə vergülü saxlayacağım gələn dərsə. İzah edib dərhal dərsdə işləyəcəyik. Vergül biraz praktik mövzudur. Sonra qeyri-müəyyən əvəzliklər var. Burada hər məsələsinə fikir verin uşaqlar. Hərə sözün üstündəki əni görən elə bilir ki, bu yönlük halda olan əvəzlikdir. Elə şey yoxdur. Bir də hər təyini əvəzliklərdə də var. Öz, hər, bütün filan eyni. Uşaqlar, hər sözü, hər şey, hər kəs, sonra hər nə, hər kim, yenə deyirəm, hər şey, hər nə, hər kəs, hər kim. Bu üçü ilə, dördü ilə işlənəndə bir yerdə olur qeyri-müəyyən əvəzlik. Hər nə, hər kəs, hər kim, hər şey. Bu qeyri-müəyyən əvəzlikdir. Yox, özündən sonra ismin sualına cavab verən söz gələndə isə olur təyin əvəzi. Məsələn, hər müəllim bunu bilmir. Hər şagird dərsi yaxşı oxumur. Görürsünüz, kim müəllim, kim şagird. Belə olanda olur hər təyin əvəzlik. Sonra burada kimsə əvəzliyi var, heç kim mənasını verə bilir. Sonra biri var idi, yadımıza gəlir, mən deyirdim ki, bunu say götürməyim. Məsələn, biri oradan mən saatı desin, biri jurnal getsin, biri nə bilim neynəsin. Bunlar qeyri-müəyyən əvəzlikdir. Başqa bir də hərdən sözünü çıxışlıq halda olan hər əvəzlik kimi götürməyəsiniz. Hərdən zaman zərfidir, uşaqlar. Bu məsələdə fikir verin. Sonra təyin əvəzliklər var. Öz əvəzliyi mənsubiyyət qəbul eləməsə hallana bilməz. Məsələn, özüm birinci mənsubiyyət qəbul eləməlidir, sonra hallanmalıdır. Özümün, özümə, özümdə, özümdən və s. Başqa belə təyinində bir şey yoxdur. Sonra sual əvəzlikləridir. Bütün əsas nitq hissələridir. Eyni zamanda hətta cümlə üzvlərinin sualları da sual əvəzlikləridir. Mən nəyə fikir vermişəm? Bu cümlə üzvlərində sizə ilişəcək. Məsələn, deyir ki, kim gəlir? Uşaq kimə sual verə bilmədiyi üçün bilmir bunu nə götürsün. Mübtədanın sualı yəni mübtədanın sualı da kim düzdür? Deməli olacaq mübtəda. Bəs yaxşı, mübtədanın ifadə vasitəsi olan bu kim nədir? Uşaq elə bilir ki, ismin sualıdır deyənə isimdir. Xeyr, sual əvəzliyidir bu. Yaxşımı? Sual əvəzliklərdə sadə düzəltmə mürəkkəb ola bilir. Bu çox rahat bir şeydir. Sonra təyinin dedik, sual, qeyri-müəyyən əvəzlik falan hamısını dedik. Başqa belə düşünürəm ki, qalmadı problem. Gəlin vergül məsələsinə də toxunaq. Vaxtımız görürəm qalır. Deməli, məsələ nədir? Biz odan budan sonra vergül qoyacağıq, yoxsa qoymayacağıq? Bunun üçün biz iki mərhələdən, iki leveldən keçəcəyik. Ömər, sual var. Verməyim xeyr. Deməli, mərhələ necədir? Necə ki, siz ali təhsil müəssisələrində imtahan verirsiniz. Birinci buraxılış imtahanını verirsiniz. Sonra blok imtahanını verirsiniz. Və yaxud da müəyyən işə qəbul imtahanları olur. Əvvəl test mərhələsi olur, sonra müsahibə mərhələsi olur. Və yaxud da kimsə xarici ölkəyə gedir. Deyək ki, kimsə məsələn gedir Türkiyəyə. Məsələn, deyək ki, Leyla sənədlərin zadını götürür. Çamadanı yığır, deyir, mən 700 bal yığmışam, bunu qeyd eləməsin, gedirəm Bodruma.
Antalyaya. İki mərhələdən keçir də. Birinci Azərbaycan bizim gömrükdən keçir. İcazə veriləndən sonra qardaş ölkənin gömrüyünə, oradan sonra da ölkəyə buraxılır. Əgər bu gömrüklərdən ruslar demişlər tamoznlardan biri onu buraxmasa, o qayıdır öz evinə. Burada da iki mərhələ var. Biz birinci oya buya kimlə hara suallarını, yəni mübtədanın ismi suallarından birini verməliyik. Verdik. Yəni Azərbaycan gömrüyü onu buraxdı. O demək deyil, gedəcək Antalyaya. O tərəfdə onu buraxmalı. Yəni ikinci mərhələ var. İkinci mərhələ nədir? Yəni dərhal bura vergi qoya bilməzsiniz. Baxır burada nə gəlib. Nə gəlib deyəndə isim gəlsə vergi qoyursunuz. Məsələn, o qardaşımdır. Kim o? Həm suala cavab verdi, həm də qardaş isimdir. Sonra sifət gəlsə qoyulur. Məsələn, o gözəldir qoyulur. O birincidir. Birincidir. Məsələn, birinin evinə qonaq gelirsiniz. Məsələn, sizin qabağınıza küftə bozbaş qoyur. Deyirsiniz, xala bu çoxdur. Bu nə? Çoxdur saydır da. Sayda gələndə vergi qoyursunuz. Sonra zərf. Məsələn, o yuxarıdadır və yaxud da o aşağıdadır. Yer zərfi gələndə də qoyursunuz. Feil gələndə qoymursunuz. O oxuyur, o danışır. O məni tanımır. Əvəzlik gələndə yenə qoymursunuz. Köməkçilik hissələrindən modal və nida gələndə vergül işarəsi qoyacaqsınız. Amma bir incə məqam var ki, bu modal və nida vergül həmin bu modal və nidanındır. Siz əgər modalları yaxşı oxumusunuzsa, əvvəlki illərdə, orada yazılır ki, modal sözlər cümlənin əvvəlində olanda özündən, sonra ortada olanda. Hər iki tərəfdə sonda olanda isə özündən əvvəl vergül istəyir. Yəni bu qoyduğumuz vergül əslində oya buya görə deyil. Modalın və nidanın öz tələbidir, amma indi elə alınır ki, odan sonra vergül düşür də. Yaxşımı? Bir məsələ var. Modal sözlərdə varaqlayarsınız, vergül istəməyən modallar var. Güya, sanki, güya ki, elə bil ki, ayaq siz vergülü modala görə qoymurdunuz. Bu vergül istəməyən modal gələndə də vergül qoymursunuz. Yəni, harada modal gördünüz, gözümüzü yumub bura vergül atmayın da. Bəlkə bu vergül istəməyən modaldır. Sən də vergülü modala görə qoyursan. Məsələn, mən Ömərgilə qonaq getmişəm. Ömər mənim qabağıma çay gətirir qoyur. Mən çay içən deyiləm. Deyirəm ki, mən içmirəm, mən su istəyirəm. O mənim qabağıma çay qoymağının nə mənası var? Axı, çayı mənə görə gətirir. Eynən burada da belədir. Siz vergülü modala görə qoyursunuz. Vergül istəməyən modallar gələndə niyə vergül qoyasınız? Yaxşımı? Bu belə. Sonra Oldu mən. sual varsa verin. Sonra bəzən belə suallar düşür ki, hansı cümlədə vergül qoyula da bilər, qoyulmaya da bilər. Elə olanda siz onu bir dəfə şəxs əvəzliyi düşünürsünüz, bir də işarə əvəzliyi düşünürsünüz. Məsələn, o qapını bağladı. Bir var o, məsələn, Leyla qapını bağladı. Kim o Leyla? Qapı da isimdir, vergül qoyulur. Bir də var o qapını bağladı. Yəni, hansı qapı o qapı? Burada artıq oya biz mübtədanın sualını verə bilmədiyimiz üçün bir mənalı olaraq vergül qoymuruq. Yenə deyirəm, bir mənalı vergül qoymuruq. Çünki biz birinci mərhələdən keçməmişik. Daha düşünmürük ki, ondan sonra nə gəlib, nə gəlməyib. Başa düşdünüz? Bu məsələyə, bu detala xahiş edirəm, fikir verəsiniz. Məsələn, o maşında əyləşib. Bir dəfə oya kim sualını verirsiniz? Məsələn, Ömər maşında əyləşib. Bir dəfə o maşında əyləşib. Yəni, bu yox o birisi. Belə olanda o əvəzindən sonra vergül qoyula da bilər, bir də qoyulmaya da bilər. Bir də bəzən testlərdə dili ilə deyir ki, hansı cümlədə işarə əvəzliyindən sonra vergül qoyulmalıdır. Elə olanda siz onun başını buraxın. Gedin bu ilə məşğul olun. Çünki buradakı o şəxsdir. Yəni, o olan variantları çıxın. Yalnız bu ilə bağlı bir variant axtarın. Başa düşdünüz uşaqlar? Oldu mən. Bu dediklərimlə bağlı sualı olan var.